Niyə bir çox insan özünü bezmiş, yorğun hiss edir? Bunun səbəbi bizim düşüncələrdə yaratdığımız problemlərdir. 5 əsas problem var ki, bu problemlər bizim özümüzü yorğun, bezmiş, tükənmiş hiss etməyimizə səbəb olur. Birincisi, rol gözləntiləridir. Əgər bizim qarşı tərəfdən gözləntilərimiz yüksək olduğu zaman və o insan bu gözləntiləri qarşılamadığı zaman bu bizdə xəyal qırıqlığına səbəb olur. İkinci səbəb daim keçmişdə yaşamaq və keçmiş hadisələrlə yaşamaq, keçmiş üçün darıxmaq. Bu da bizdə daim yorğunluq və bezginlik əmələ gətirir. Özünü daim başqaları ilə müqayisə etmək, xüsusən də mövqe olaraq, maddi cəhətdən özündən yüksək insanlarla müqayisə etmək də insanlarda ruh düşkünlüyünə səbəb ola bilir. Hadisələri həddən artıq ciddiyə almaq və ciddi şəkildə qəbul etmək, yumor hissinin olmaması da həyatı çox bezdirici və darıxdırıcı hala gətirə bilir. Və ən əsası, heç bir problem yoxkən, hər şey yerindəykən, düşüncələrimizlə var olmayan problemlər yaratmaq, həyatı qarmaqarışıq hala gətirmək də bizi yorur. Məsələn, obsessiv-kompulsiv pozuntular kimi. Bəs siz həyatdan bezməmək üçün, yorğun, depressiv hiss etməmək üçün nələr edirsiniz?